Uşaqlar, necəsiz? Hər vaxtınız xeyir. Deməli, bizim bugünkü mövzumuz həyat bilgisi 1-ci sinif dərs test 2 olacaq. Necə test 2? Dediyim kimi 100 test tərtib olunub və bu 100 test sizin sual-cavablarda iştirak etməyiniz üçün və deməli dərs etməyimiz üçündür. Variant 2-ni izah eləyəcəm. Eyni zamanda siz videonu dayandırıb ya da səssiz baxıb, çünki mən işarələməyərəm, səsli deyirəm, izah eləyirəm. Siz də özünüz qıraqdan yaza bilərsiniz, mənim izahıma ehtiyac duymadan və sonda neçə düz cavab verdiyinizi şərhə yazın ki, görək kimlər neçə düzgün cavab verib. Deməli, variant 2-də birinci sual belədir. Canlılar nə edir? Canlılar nə edir? Canlılar baxaq görək nə edir? A. Hərəkət etmir. Xeyr, hərəkət edir. B. Yalnız oturur. Yəni canlılar sadəcə oturmur axı. C. Nəfəs alır, böyüyür, çoxalır. Bəli, canlılar nəfəs alır. İnsanlar nəfəs alır. Uşaqlıqdan yaşları artır, böyüyür və çoxalır. Onların uşaqları və s. olur. Tək burada söhbət insandan deyil, eyni zamanda heyvandan, bitkidən və s.dən gedir. Belə, doğru cavabımız 1-də C variantı oldu. Sual 2. Cansız varlıqları nümunə göstərin. Cansız varlıqlar nə idi uşaqlar? Hərəkət etməyən, nəfəs almayan, qidalanmayan və çoxalmayan. Baxaq görək. İnsan cansızdırmı? Xeyr, canlıdır. Heyvan cansızdır? Xeyr, canlıdır. Bitki cansızdır? Yox, canlıdır. Deməli, onda burada nə olacaq? Cavabımız daş oldu. Daş. Sual 3. Yaşamaq üçün nələr vacibdir? Telefon, maşın, oyuncaq, su, hava, yemək. Uşaqlar, əlbəttə ki, insanın yaşaması üçün su, hava və yemək ən vacib şərtlərdən biridir. Sual 4. Canlıların yaşadığı yerlər necə adlanır? Məkan, yaşayış mühiti, zibilxana, dəhliz. Birinci zibilxanada bütün canlıların ümumi yaşadığı yer zibilxana ola bilməz. İkincisi, dəhlizdə hər canlı yaşamır. Üçüncüsü, məkan və yaşayış mühiti. Canlıların yaşadığı yer dediyi üçün burada söhbət təbii ki, yaşayış mühitindən gedir. Deməli, 4-də cavab B variantı oldu. Sual 5. Fəsillər il ərzində neçə dəfə dəyişir? Fəsillər əlbəttə ki, ildə əslində uşaqlar əlbəttə ki, bu fərqli ölkələrə görə nizamlanır, amma təbii ki, biz Azərbaycan üzərindən ən azından götürdüyümüz üçün ildə 4 dəfə fəsil dəyişikliyi olur. Deməli, cavab D variantı oldu 5-də. Sual 6. Fəsillər hansılardır? Yaz, yay, payız, qış, səhər, günorta, axşam, gecə, bazar, ertəsi, yanvar, fevral. Gəlin baxaq. Yanvar, fevral ilin aylarıdır. Bazar ertəsi həftənin günləridir. Səhər, günorta, axşam, gecə günün periodlarıdır. Yaz, yay, payız, qış isə fəsillərin növləridir. Deməli, uşaqlar, ilin fəsilləri daha doğrusu. Deməli, 6-da cavab A variantı oldu. Sual 7. Təbiətə necə yanaşmalıyıq? Zərər verməliyik? Xeyr və zərər vermək olmaz. Təbiət bizim yaşadığımız mühitdir. İnsan özünə onda zərər vermiş olar. Olmaz bu. Qoruyub sevməliyik? Bəli. Heyvanları, bitkiləri düzgün şəkildə istifadə etmək, dost canlısı kimi davranmaq, ana təbiətdə ziyan verməmək üçün daha səmimi, mehriban olmaq və s. Cavab B variantı oldu. Sual 8. Ətraf mühitin təmizliyi nə üçün vacibdir? A. Xəstəlikdən qorunmaq üçün. Elə doğru cavab A variantı oldu. Bildiyimiz kimi, ətraf mühit nə qədər çirkli olarsa, havaya bir o qədər mikrob və bakteriya qarışır və bu da nəfəs alma prosesi və qidalanma zamanı insanlara ciddi problem yarada bilər. Deməli, cavab xəstəlikdən qorunmaq üçün A variantı oldu. Sual 9. Hüquq nədir? Hüquq oyuncaqdır? Xeyr. Mağazadır? Xeyr. Kitabdır? Xeyr. İnsanların haqq və azadlıqları. Və bu da bizim Azərbaycan Respublikasının konstitusiyasında qeyd alınmışdır. İnsanların haqq və azadlığı barəsində qanun. 10-cu və sonuncu sual. Açıq sualdır bu. Sən təbiəti necə qoruyursan? Bu artıq oldu bizim necə? Şəxsi sualımız. Məsələn, mən təbiəti başqa cür qoruya bilərəm, sən başqa cür. Amma yenə də bu suala cavab vermək lazımdır. Mən təbiəti necə qoruyuram? Yerdə zibil gördüyüm zaman kimliyindən asılı olmaraq, kimin atmağından asılı olmaraq o zibili götürüb zibil qabına atıram. Ən azından bu mənim vicdanımı rahatladır. İkincisi, qənaət edirəm. Suya qənaət edirəm,
Eyni zamanda yemək yeyərkən qənaət edirəm. Çünki kitab oxuyarkən dəftər israfı etmirəm. Çünki təbiətdə bildiyimiz kimi dəftərlər, vərəqlər məhz ağacdan çıxır, ağacların kəsilməsi zamanı. Məhz bunların hər biri kiçik belə deyək ki, fəaliyyətlər olsa da bir çox insan buna əməl eləsə, bu kiçik bir fəaliyyətdən böyük bir auraya və təbiətin böyüməsini gətirib çıxardar. Belə uşaqlar, sağ olun, salamat qalın. İnşallah ki, bəyənmiş olarsınız. Hələlik.